Salam olsun əziz və böyük Türk millətim. Salam olsun Mustafa bəy sizə, salam olsun M2 TV izləyicilərimizə. Bildiyiniz kimi son vaxtlar Kuzey Kipris Türk Cümhuriyyətinə qarşı çox kirli oyunlar oynanır və onu da deyim ki, son aldığım bilgilər və araşdırdığım araşdırmalara görə Güney Kipris Rum kəsimi tərəfindən böyük bir təhlükə gəlir. Kuzey Kipris Türk Cümhuriyyətinə işğal planları hazırlanır. Və bu yaxın zamanlarda EOK terror təşkilatını Asalanın bunun gözünə qataraq dəstəkləmələri və silahlandırmaları və son Türk Dövlətlər Təşkilatında Avropa Şurasının, Avropa Birliğinin əli ilə 12 milyard ekonomi çıxarlara görə Güney Kipris Rum kəsiminin tanınması və böyük elçiliklərin açılması, bura diqqət edin. Bildiyiniz kimi Türk Dövlətlər Təşkilatının Azərbaycan, Qırğızistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan hamısı hələ də bugünkü günə kimi biz Rusiyanın etkisi altındayıq, təsiri altındayıq. Avropa Şurasının öz başına gəlib orada Özbəkistanda, Qazaxıstanda, Türkmənistanda yatırım etməyi, bu heç də elə belə bir şey deyil. Buna Rusiya izin verməsəydi, Avropa Şurası gəlib orada yatırımlar edə bilməzdi. Nə də Rum kəsimini tanıtdırmağa və böyük elçiliyi açdırmağa imkan verməzdi. Rusiya da bu işin içindədir. Çünki Rusiya da Türk Dövlətlər Təşkilatının parçalanmağını istəyir və bölünməyini istəyir. Artıq Türk Dövlətlər Təşkilatı birləşdikcə, gücləşdikcə bunlara da təsir edir. Və bunlar da bizim hamımız yaxşı bilirik ki, həm Rusiya, həm digər dövlətlər Türk Dövlətlər Təşkilatının birləşməyini istəmirlər. Və bu oyunları da oynayırlar. Ancaq bugün Kuzey Kipris Türk Cümhuriyyətinə qarşı oynanan kirli oyunlara səssiz qala bilmərik. Mən buradan bizim təşkilatımız Böyük Turan Birliği Başkanı Serjan Aktürk bütün Cumhurbaşkanlarına, Türk Dövlətlər Təşkilatının Cumhurbaşkanlarına elektron məktubla müraciət etmişik. Kuzey Kipris Türk Cümhuriyyətində Böyük Turan qurultayını keçirək. Orada hamımız iştirak edək. Yazarlarımız, aydınlarımız, Cumhurbaşkanları, Dışişləri Bakanları. Hamımız bir yerdə dəstək edək. Amma əfsuslar olsun ki, buna bir aydan çoxdur, cavab verən yoxdur bu məktublara. Elektron məktublarına da hamısına ünvanlanmışıq. Buradan çağırış edirəm. Bütün Türk dövlətlərinə, başda Türkiyə olmaqla səfərbərlik etməliyik. Kuzey Kipris Türk Cümhuriyyətinə olan təhlükəyə qarşı diplomatiyamızı, hərbini, hər bir şeyimizi hazır eləməliyik. Elçiliklərimizi, bütün bu işlərlə məşğul olan aydınlarımızı bir çatı altında yığaraq komissiya yaratmalıyıq. Və Kuzey Kipris son zamanlar ən böyük təhlükədəndir. Mən öncəki çıxışlarımda da demişəm, bugün də deyirəm. Hər zaman deyirəm, Kuzey Kipris Türk Cümhuriyyətinə düşməyi Anadolu'nun düşməyidir. Türk dünyasının düşməyi deməkdir. Və bir də bilərsiniz ki, bu ekonomi çıxarlara görə, 12 milyarda görə Türk Dövlətlər Təşkilatından bu üç dövlət öz çıxarlarına görə bunu etməkləri və bugünkü gün Türkiyəmizin də səs çıxartmamağı, mən sizə buradan bir şey deyim. Bunlar Türk Dövlətlər Təşkilatının xəyanət etmədilər. Bunlar Türk'ün onurunu sattılar. Türk millətinin onurunu sattılar, qürurunu sattılar. Kuzey Kipris Türk Cümhuriyyətində tökülən Məhmədçiklərin, şəhidlərin qanlarını sattılar bunlar. Bugün Kuzey Kipris Türk Cümhuriyyətini satanlar, yarın bizi də satacaq, Qarabağımızı da satacaq. Çıxarları üçün yarın onlara da deyəcəklər ki, Qarabağı biz işğal etmişik. Nasıl bu günləri imza atırlar ki, Türkiyə işğalçıdır, bunu da edəcəklər. Ona görə komissiya yaratmalı, kabinet formalaşmalı, Kuzey Kipris Türk Cümhuriyyətində olan olaylara diqqət etmək lazımdır və hərəkətə keçmək lazımdır. Sonra gec olacaq. Mən buradan çağırış edirəm. Uca Tanrım Türk'ü qorusun və ucaltsın. Həm içərdən, həm dışarıdan üstümüzə gəlirlər.
Hər biri gəlir. Allah'a emanet olun. Nə mutlu Türk'üm diyene.